13-cü sual. A düz xətti pi müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Gəlin birbaşa bu məlumatı şəkildə qeyd edək. Əvvəlcə pi müstəvisini çəkək. Deməli, bu bizim pi müstəvisidir. Və bizim A düz xətti var. Və bu A düz xətti pi müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirməsi lazımdır. Misal üçün, bu da olsun bizim A düz xətti. Bu, deməli, müstəvi ilə kəsişdiyi nöqtə olsun. Misal üçün, H ilə bunu göstərək. Və bu da 6 hissəsidir bunu. Yəni ki, oradan kəsib irəliləyir bu tərəf aşağıya. Yaxşı. Davam edək. A düz xəttində A və B nöqtələri götürülübdür. Elə ki, A nöqtəsindən pi müstəvisinə qədər məsafə 6 sm-dir. B nöqtəsindən isə 9 sm-ə bərabərdir. AB parçasının pi müstəvisindəki proyeksiyasının uzunluğunu tapın deyir. Əgər məlumdursa, AB parçası pi müstəvisini kəsmin. Bu nə deməkdir? Yəni, A düz xətti üzərində biz 2 nöqtə götürməyimiz lazımdır. A və B nöqtələri. Biz bu nöqtələri əgər deməli, A nöqtəsi misal üçün əgər yuxarıda götürsək, müstəvinin yuxarısında, B nöqtəsini isə aşağısına götürsək, o halda AB parçasını, yəni bunları birləşdirəndə, bunları başqa rənglə göstərək, bunları birləşdirəndə alınan parça pi müstəvisini kəsir. Amma bizə deyir ki, AB parçası pi müstəvisini kəsmir. Bu o deməkdir ki, yəni bu nöqtələr, A və B nöqtələri müstəvinin bir tərəfindədir. Ya yuxarısında götürəcək, ya da ki, aşağısında. Sadə olması üçün yuxarıda götürək, yəni ki, çəkmək daha rahat olacağı üçün. Yaxşı. Deməli, əgər bu bizim A nöqtəsidirsə, A nöqtəsindən müstəviyə qədər məsafə 6 sm-dir. Müstəviyə qədər məsafəni belə qeyd edək. Bu, deməli, müstəvinin üzərində əgər belə bir parça, yəni perpendikulyar endirsək və buna, yəni kəsdiyi nöqtəni, pi müstəvisini kəsdiyi nöqtəni B ilə qeyd etsək, AB parçasının uzunluğu olacaq 9 sm. 9. Və yox, səhv götürdüm, 9 yox, 6 olması lazımdır, 6 sm deyir. Və B nöqtəsindən müstəviyə qədər məsafə 9 sm olması lazımdır. Ona görə də biraz yuxarıdan götürəcək biz B nöqtəsini. Misal üçün, gəlin buradan götürək B nöqtəsini. B-dən də yenə aşağıya pi müstəvisinə perpendikulyar çəkək. Bunlar düz bucaqlardır və bu nöqtənin də, yəni ki, toxunduğu nöqtəyə, müstəvi ilə kəsişdiyi nöqtəyə nə deyirik? Mən burada B yazmışam, bu doğru deyil, bu səhvdir, yəni B nöqtəsi başqadır. Burada misal üçün başqa nöqtələr götürək olsun, M və N misal üçün. Yaxşı. Bizdən nə soruşur? AB parçasının, baxın, AB parçası budur. AB parçasının müstəvi üzərindəki proyeksiyasını. Müstəvi üzərindəki proyeksiyası, yəni biz A və B nöqtələrinin proyeksiyalarını götürürük. B nöqtəsinin proyeksiyası bu N nöqtəsidir. A nöqtəsinin isə M nöqtəsidir. Və sadəcə bu iki nöqtəni birləşdirəndə biz AB deməli parçasının proyeksiyasını əldə edirik müstəvi üzərində, pi müstəvisində. Yəni bizdən N-M-in uzunluğunu soruşur. Bunu burada qeyd edək. Yəni tapasıyıq N-M parçası nəyə bərabərdir? Əgər indi yaxşı bu məlumatlardan nə tapa bilərik biz? Əvvəlcə biz bilirik ki, yəni verilib ki 60 dərəcəli bucaq. Yəni bu 60 dərəcədir. Bura 60 dərəcədir. Deməli, düz xəttin müstəvi ilə əmələ gətirdiyi bucaq 60 dərəcədir. İndi fikir verin bu üç bucağa, yəni A, M, H üç bucağında. M bucağı düz bucaqdır. Deməli, iti bucaqlardan biri 60 dərəcədir və digər o halda bu A bucağı olacaq 30 dərəcə. Bura olması lazımdır 30 dərəcə.
Yaxşı. Və biz düz bucaqlı üçbucaqlarda 30 dərəcəli bucağın qarşısındakı katetin hipotenuzun yarısı olduğunu bilirik. Yəni MH parçasının uzunluğu AH-ın yarısına bərabər olacaq. Qarışmaması üçün başqa rənglə göstərirəm. Deməli bu hissə, yəni baxın, MH parçası AH-ın yarısına bərabərdir. H bölünsün 2-yə. İndi isə gəlin Pifaqor teoremindən bu tərəfləri tapaq. Deməli, 6-nın kvadratı, yəni katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. 6-nın kvadratı üstə gəl MH-ın kvadratı, yəni MH-ı biz bilirik ki, AH bölü 2-dir. Yazmağımız lazımdır. AH bölü 2-nin kvadratı bərabərdir. Hipotenuz elə AH-dır. AH-ın kvadratına. 6-nın kvadratı 36, üstə gəl AH kvadrat böl 4 bərabərdir AH kvadrat. İndi hər iki tərəfi 4-ə vursaq, 4 dəfə 36 edəcək 144. Üstə gəl AH kvadrat bərabərdir AH kvadrat. Burada 4AH kvadrat olması lazım. Çünki 4-ə vururuq. AH kvadratı sola keçirsək 3AH kvadrat olacaq. Yəni 3AH kvadrat bərabərdir 144-ə. AH kvadrat bərabərdir 144 bölünsün 3, bu edəcək 4 və 8, yəni 48 edir. Bəli. AH bərabərdir kök altda 48. Bu isə əgər 16 dəfə 3 kimi göstərsək 4 kök altda 3 olacaq. AH 4 kök altda 3-dür. Qeyd edək burada. O halda MH nə olacaq? MH AH-ın yarısıdır. Deməli biz bura gəlin burada yazaq bunu. Deməli MH bərabərdir AH-ın yarısı. AH 4 kök altda 3-dür. Bölünsün 2-yə, yəni olacaq 2 kök altda 3. Yaxşı. İndi isə gəlin bu yekə düzbucaqlı üçbucağa baxaq. Baxın, bu düzbucaqlı üçbucaqda yenə bayaqki kimi deməli 90 dərəcəli bucaq, N bucağı 90 dərəcəli, yəni düz bucaqdır. H bucağı 60 dərəcədir. Deməli bu qalan B bucağı 30 dərəcə olacaq. Bura 30 dərəcədir. Yaxşı görünmür, başqa rənglə göstərəcəm. 30 dərəcə olsun çəhrayı. 30 dərəcəli bucağın qarşı tərəfi, qarşı kateti hipotenuzun yarısıdır. Hipotenuz burada BH-dır. Deməli NH-ın uzunluğu NH bərabərdir. Düz yazmadım. NH bərabərdir. Hipotenuz nədir? BH-dır. BH-ın yarısına. BH bölü 2-yə. Yaxşı. Biz bilirik ki, BE-nin uzunluğu 9 santimetrdir. Baxın, burada qeyd olunubdur. Deməli, A nöqtə, daha doğrusu B nöqtəsindən müstəviyə qədər məsafə 9 santimetr demişdi. Ona görə burada yazaq 9 santimetr. İndi isə yenə Pifaqor teoremindən istifadə edərək tərəflərini tapaq. Yəni 9-un kvadratı 81, üstə gəl NH-ın kvadratı. NH artıq biz bilirik ki, BH bölü 2-dir. Yəni birbaşa yazaq BH bölü 2-nin kvadratı bu olacaq. BH kvadrat bölünsün 4 bərabərdir hipotenuzun kvadratına, yəni BH-ın kvadratına. Yenə iki tərəfdə 4-ə vuraq. 4 dəfə 81 edəcək 324. Üstə gəl BH kvadrat bərabərdir 4BH kvadrat. Buradan 3BH kvadrat bərabərdir 324-ə. BH kvadrat bərabərdir 324-ü 3-ə böləndə edəcək 108. O halda BH yuxarıda yazıram yer qalmadığı üçün BH bərabərdir kök altda 108. Bunu necə yazmaq olar? Kök altda 36 dəfə 3 olaraq yazmaq olar bunu. 90, 108. Bəli, bu da olacaq 6 kök altda 3. Deməli BH 6 kök altda 3-dür. O halda deməli NH-ı tapaq. Baxın, NH biz bayaq qeyd etmişdik ki, baxın burada yazmışıq. NH BH-ın yarısıdır. O halda NH bərabərdir. BH-ı tapdıq ki, 6 kök altda 3-dür. Yəni 6 kök altda 3 bölünsün 2. Bu da edəcək 3 kök altda
3. NH-ı tapdığımıza görə artıq biz bizə lazım olan NM-i də tapa bilərik. Nətər tapacağıq bunu? NM bərabərdir NH çıxılsın MH. Bu isə bərabərdir. NH biz artıq bilirik ki, 3 kök altda 3-dür. Çıxılsın MH nədir? MH-ı harada yazmışdıq? MH budur, burada yazmışıq. 2 kök altda 3-ə bərabərdir. Deməli, çıxmaq lazımdır. 2 kök altda 3 bərabərdir. 3 kök altda 3 çıxılsın 2 kök altda 3 edəcək. Kök altda 3. Yəni, doğru cavab A bəndidir. 14-cü sual. O, x, y koordinat müstəvisində A, B, C, D düz bərabər yanlı trapesiya verilib. Əvvəlcə gəlin bu x, y koordinat müstəvisini çəkək. Bura x oxu, bura y oxudur. İndi trapesiyanı necə çəkmək lazımdır? Baxın məlumatlara. Deyir ki, bu trapesiyanın AD oturacağı absis oxunda yerləşir. Yəni, AD belə bir şey olması lazımdır. Dəqiqləşdirmək üçün məlumat, yəni davam edək oxumağa, şərti davam edək oxumağa. Deməli, ordinat oxu isə bu trapesiyanın simmetriya oxudur deyir. B nöqtəsinin ordinatını tapın, əgər o müsbət ədəddirsə. Deməli, A və D əgər x oxunda yerləşirsə və B müsbət ədəddirsə, deməli, bu trapesiyanın digər oturacağı yuxarıda olacaq. Buralarda olması lazımdır. Belə bir şey olacaq. Və AD-nin uzunluğu 8, BC 6 və BAD bucağı 60 dərəcədirsə. Deməli, biz A və D nöqtələrini əvvəlcə bilirik ki, Y oxunun əks tərəflərini götürməyimiz lazımdır. Niyə? Çünki Y oxu, yəni ordinat oxu bu trapesiyanın simmetriya oxudur. Ona görə də A və D nöqtələri əks tərəflərdə və Y oxundan eyni məsafədə yerləşməsi lazımdır. İndi biz bu nöqtələri tam elə götürək ki, Y oxunun bərabər məsafədə olsunlar. Biraz çox uzaq oldu. Olsun bura. Yəni, bura A nöqtəsi olsun, bura isə D nöqtəsi olsun. B və C nöqtəsi qaldı, o da belə olsun. Misal üçün, bura olsun bizim B nöqtəsi və buradan eyni məsafədə, yəni Y oxundan eyni məsafədə sağ tərəfdə götürəcəyik C nöqtəsini. Birləşdirək indi bunları. Yaxşı. Bu trapesiya ABCD trapesiyası bərabər yanlıdır. Yəni AB və CD bərabərdir. Məlumdur ki, AD 8-ə bərabərdir. AD 8-ə bərabərdirsə, o halda bu başlanğıc nöqtəsindən A nöqtəsinə qədər məsafə və başlanğıcdan D nöqtəsinə qədər məsafə hərəsi 4 vahid olması lazımdır. Ona görə də A nöqtəsinin koordinatları x koordinatı olacaq mütləq -4. Y isə 0 olacaq. Çünki x oxunda yerləşir. D nöqtəsinin koordinatları isə 4 və 0 olacaq. BC 6-ya bərabərdir. Yenə Y oxundan bərabər məsafədədirlər. Deməli, 6-nın yarısı nə edir? 3. Deməli, Y oxundan hərəsi 3 vahid uzaqlıqda yerləşir. Deməli, B nöqtəsinin koordinatı olacaq, x koordinatı olacaq -3. Y-i bilmirik. Çünki bu nöqtənin, yəni Y nə olduğunu bilmirik burada. C nöqtəsinin isə 3 və Y olacaq. BAD bucağı isə 60 dərəcədir. BAD bucağı buradır. Bura 60 dərəcədir. Bizdən B nöqtəsinin Y koordinatını soruşur. Yaxşı. Gəlin belə bir şey edək. BA və buradan, yəni B nöqtəsindən
o x oxuna perpendikulyar çəkək. Düzbucaq olsun. Və alınan bu düzbucaqlı üçbucaqda bura olacaq 30 dərəcə, düzdürmü? Və bu, yəni bura olsun H nöqtəsi. Baxın, bu olsun H nöqtəsi. Bunu biraz uzağa götürək, buradan biraz kənara qoyaq. Maneəçilik eləməsin. Hə. Baxın, AH parçası, yəni bu düzbucaqlı üçbucağın AH kateti nəyə bərabər olacaq? Biz bilirik ki, B nöqtəsinin x koordinatı -3-dür. Yəni bura -3 nöqtəsidir. Koordinat, yəni x koordinatı -3-dür burada. A-nın isə -4-dür. -3 və -4 arasındakı məsafə nə qədər olur? 1 olur da. Deməli, buranın uzunluğu 1-dir. Yaxşı. İndi baxın, düzbucaqlı üçbucaqda 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Katet 1 olduğu üçün 30 dərəcəli bucağın qarşısındakı tərəf 1 olduğu üçün deməli hipotenuz onun 2 qatı, yəni 2 olacaq, 2 vahid. Və buradan biz rahatlıqla artıq BH parçasının uzunluğunu tapa bilərik. Pifaqor teoremindən istifadə edərək. Bura biz y deyəcəyik. Deməli 2, 1 və y düzbucaqlı üçbucağında deməli y tapmağımız lazımdır. Olacaq y-in kvadratı üstə gəl 1-in kvadratı bərabərdir 2-nin kvadratına. Y kvadrat üstə gəl 1 bərabərdir 4. Y kvadrat bərabərdir 3. Y bərabərdir kök altda 3-ə. Deməli, B nöqtəsinin y koordinatı kök altda 3-ə bərabərdir. 15-ci sual. 12 bölünsün kub kök altında 60 ədədindən böyük olan ən kiçik tam ədədi tapın deyir. Əvvəlcə bu kub kök altında 60 ifadəsini qiymətləndirək. Yəni biz bilirik, məlumdur ki, 3 deməli 3-ün kubu edir 27. 4-ün kubu isə 4 vur 4 vur 4 edir 64. Yəni 60 bu iki ədədin arasında yerləşir. 60 bu iki ədədin arasında yerləşir. Biz belə yaza bilərik bunu. 27 kiçikdir 60 kiçikdir 64-dən. Əgər bərabərsizliyin hər tərəfini kub kök altına alsaq, bu şəkildə, biz nə əldə edəcək? Kub kök altında 27 edir 3, kiçikdir kub kök altda 60, kiçikdir kub kök altda 64 isə 4 edir. Deməli, kub kök altda 60, 3 və 4 arasında olduğunu tapmış oluruq. İndi isə belə bir məlumatı xatırlayaq. Yəni, riyaziyyatda belə bir qayda var. Əgər, baxın, A, B və C ədədləri verilibsə, bunların hamısı əgər 0-dan böyük, yəni müsbət ədəd olarsa və A, daha doğrusu A kiçikdir B kiçikdir C olarsa, o halda bunların tərsi, yəni 1 bölünsün A böyük olar, 1 bölünsün B böyükdür, 1 bölünsün C. Yəni, buradan sadəcə tərsinə yazaq, sağdan sola yazaq. 1 bölünsün C kiçikdir 1 bölü B kiçikdir 1 bölü A. Belə bir qayda var. İndi isə bunu tətbiq edək bizim bax burada yazdığımız bərabərsizliyə. Eynən burada yazılmış deməli ədədləri də tərs çevirək. Nə olacaq o halda? Burada nə əldə edirik? Deməli 1 bölünsün 4 kiçikdir 1 bölünsün kub kök altda 60 kiçikdir 1 böl 3. İndi baxın, bizim deməli məsələdə verilmiş ifadədə fərqlilik nədir? Yəni bizim yazdığımızda surətdə sadəcə 12 var, bizdə yoxdur. İndi bunu əldə etmək üçün nə etmək lazımdır? Bu bərabərsizliyin hər tərəfini 12-yə vurmaq lazımdır. 12 vurulsun bu verilmiş ədədlər. O halda 12 və 4 ixtisar gedəndə qalacaq. Deməli 3 kiçikdir 12 dəfə, deməli bu surətə vurulur. 12 dəfə 1 edir 12, aşağıda kub kök altda 60
kiçikdir. 3 və 12 ixtisar gedəndə 4 qalır. Deməli 12 bölünsün kub kök altda 60 3 və 4 arasında yerləşir. Bu da o deməkdir ki, bu ifadə deməli bu ifadədən, yəni 12 bölünsün kök altda kub kök altda 60-dan böyük olan tam ədədlər nələr olacaq? 4-dən başlayır. 4, 5, 6, 7 və s. və ilaxır. Və bunların arasında ən kiçiyi hansıdır? Əlbəttə ki, 4 ədədidir. Ona görə doğru cavab olacaq G bəndi.